Elhamdülillahi vahdehu ve salatu ve selamu ala men la nebiyye ba'deh emma ba'd. Esselamu aleyküm ve rahmetullahi ve berekatuh. Əziz və möhtərəm müsəlman bacı və qardaşlarım. İlk öncə sizə təşəkkürümü bildirirəm. Kanala girib, bəyənib, abunə olduğunuza görə və sonra e, sual-cavab layihəsinə qaldığımız yerdən davam edirik Allahın izni ilə. Və bu gün də qrupa gələn sualları cavablandırmağa çalışacağıq. Suallara keçməmişdən qabaq salam verən bütün qardaşların salamını alaraq və aleykumussalam və rahmetullahi və berekatuh deyirəm və etdiyiniz dualara əmin deyirəm. Allah sizə bərəkət versin. Allah Subhanahu taala nə xeyir istəyirsinizsə, onu sizə və sizin ailənizə və əhlinizə etsin. Sonra 623-cü suala keçirik. Duanın ləfzini dəyişib oxumaq olarmı? Yəni qardaş soruşur ki, Əyyub əleyhissalamın duası var. Uca Allah Quran-Kərimdə buyurur ki: "Və Əyyubə iz nadə rabbəhu ənni məssəniyəd-durru və əntə ərhamur rahimin." Bir gün Əyyub Rəbbini çağıraraq, dua edərək dedi ki, ey Rəbbim, mənə zərər toxunub, bəla gəlib, sən rəhm edənlərin daha rəhimlisən. Və bu duanı edən vaxtı orada ənni kəlməsi gəlib, ayənin ortasında olduğuna görə ənni gəlib, əslində başda olan vaxtı bilirik ki, innə kəlməsi inni olmalıdır. Və deyir ki, dua eləyən vaxtı ayrı, biz də dua eləyən vaxtı, Əyyub əleyhissalamın duasını eləyən vaxtı biz də eləcə ənni deməliyik, yoxsa inni deyərək dua eləməliyik. İnni məssəniyyəd-durru və əntə ərhamur rahimin, yoxsa ənni məssəniyyəd-durru və əntə ərhamur rahimin. Bilirik ki, innə kəlməsi sözün əvvəlində gələndə innə yazılır. Bir neçə yerlər var daha doğrusu. İnnə kəlməsi gəlir. Qavldən sonra, yəni və iz qalə rabbuka, qalə deyəndən sonra innə gəlir. Eləcə də şərt cümlənin əvvəlində cavabı olaraq gələndə, andın cavabı olaraq gələndə innə gəlir və s. kimi. Burada da ortada olduğuna görə innə yox, ənnə gəlib. Ənni məssəniyyətdir. Amma dua olduğuna görə, zikr olduğuna görə bunu ənni deməliyik, yoxsa inni deməliyik. Bilirsiniz ki, dualarda ləfz necə gəlibsə elə deyilməlidir. Sadəcə insan dua eləyən vaxtı, birbaşa duaya başlayan vaxtı inni və yaxud ənni məssəniyyəd-dur demir. Dua eləyən vaxtda Rəbbini çağırıb deyirsən. Deyirsən ki, Rabbi ənni məssəniyyəd-dur. Belə olan vaxtı həmin işgəl də ortadan qalxır. Həmin innə kəlməsini, ənni kəlməsini ortasına gəldiyinə görə ənni olur. Çünki əvvəlində Rabbi dedin, ey Rəbbim dedin. Ona görə belə desən, həmin işgəl aradan qalxır. Ümumiyyətlə, dualar təvqifiyyə olduğuna görə, yəni o dualar, şəriətdə gələn dualarda dəyişməyin icazə olmadığına görə, həmin duaları sıxıntı halında deyən vaxtı, yəni sıxıntı halında gələn duaları sıxıntı halında deyirsən, namazdan sonra gələn duaları namazdan sonra deyirsən, onlar təvqifiyyə olduğuna görə necə gəlibsə elə demək lazımdır. Onu dəyişdirmək düzgün deyil. Və bu dua da, duanın özünə baxanda da həqiqətən əzəmətli duadır. İnsan nə vaxt ki, sıxıntıda oldu, darda oldu, çıxılmaz vəziyyətdə oldu, bu duanı eləsə, Allahın izni ilə Allah onun bəlasını aradan qaldırar. Necə ki, İbn-i Qayyim rahimehullah buyurub ki, deyir, Uca Allah bu ayədə, yəni Əyyub bir gün Rəbbinə çağıraraq dedi ki, ey Rəbbim, mənə zərər toxunub, mənə bəla gəlib, sən rəhm edənlərə rəhimlisən. Burada deyir, tövhidin həqiqəti var. Burada insanın Allaha möhtaclığını izhar etməsi var. Eləcə də burada Allaha məhəbbətinin dadı var, ləzzəti var. İnsan onu yaşayır. Eləcə də Allahın rəhmət sifətinə və onun rəhm edənlərin daha rəhimli olmasını iqrar etmək vardır. Allaha ad və sifətləri ilə yaxınlaşmaq vardır. Eləcə də insanın bu şiddətli ehtiyacını bildirmək vardır. Və bunu da nə vaxt insan etsə, Allah onun bəlasını aradan qaldırar. Hətta davamında deyir ki, İbn-i Qayyim rahimehullah, bu təcrübədən keçib ki, insan həmin sıxıntı halında bu zikri 7 dəfə desə, Allah onun üzərindən
o sıxıntısını qaldırar. Və Eyyub əleyhissalam da e, necə ki İbn Abbas radiyallahu anhu buyurur ki, Eyyub ona görə adlanıb ki, əbə kəlməsindən, yəni daim Rəbbinə dönən, hər bir halında Rəbbinə dönən idi, Rəbbinə tövbə edən idi. Eyyub əleyhissalamın da başına çoxlu müsibətlər gəlmişdi. Və o müsibətlərə baxmayaraq Eyyub əleyhissalam daim Rəbbinə dönər, tövbə eləyərdi və bu zikri də onun göstəricisidir ki, onun üstündən əsrlər, eralar keçməsinə baxmayaraq o zikir bizim dilimizdə və bizim sünnəmizdə, yəni Peyğəmbər sallallahu əleyhi və səlləm sünnəsində yaşayıb, o vaxtdan bu vaxta kimi yaşayıb, hələ də yaşayır. Görün nə qədər səbirli və hər anında Allaha dönən bir qul idi ki, bir peyğəmbər idi ki, Allah Subhanahu taala onun duasını bu vaxta kimi qoruyub saxlayır. Və insan da təbii ki, sıxıntılar düşən vaxtı daim Rəbbinə qayıtmalıdır və insan bilməlidir ki, Eyyub əleyhissalamın başına o qədər müsibətlərinə gəlməsinə baxmayaraq, Rəbbinə sıxındığına görə Allah bütün müsibətlərin aradan qaldırdı. Yəni, Eyyub əleyhissalamın dərisinə elə xəstəlik düşmüşdü ki, qurdlar gözü görə-görə bədənini yeyirdi. Ailəsi ondan uzaqlaşdı, övladları dünyasını dəyişdi, özü görə-görə. Amma Allaha döndüyünə görə, Allaha sadiqliyinə görə Allah Subhanahu taala onun xəstəliyini aradan qaldırdı. Ona yenidən gözəl əməl salih zövcə nəsib elədi, ailə nəsib elədi. Yenidən övladlar bəxş etdi, hətta yaşlı vaxtın olmasına baxmayaraq. Buna görə də insan heç vaxt ümidini Allahdan üzməsin. Nə sıxıntı var, daim Allaha qayıtsın, Allah ona kifayətdir. 624-cü sualda qardaş soruşur ki, gecə namazından sonra dua etmək qəbul olunan əlamətlərindəndir. Ümumiyyətlə, Peyğəmbər sallallahu əleyhi və səlləm sünnəsində gəlib ki, Peyğəmbər sallallahu əleyhi və səlləm gecə namazını elə qılardı ki, o bəzən o rükətlərin arasında bir duanla, yəni heç vaxt o rükətlərin arasını duanla ayırmazdı. Yəni 2 rükət qıldı, durub təzədən namaz qılardı. O birisi 2 rükəti qılardı. Yəni arasında dua etməzdi. Amma namazın içində dua eləyərdi. Axırıncı son bir rükət vitr var, orada dua eləyərdi. Səcdələrində dua eləyərdi. Amma o namazlardan sonra, o namazlardan arasında belə bir dua gəlməyib. Necə ki, Ayşə radiyallahu anhadan gəlir ki, Mə kənə Rasulullah sallallahu əleyhi və səlləmə yezidu fi Ramadan və la fi qeyrihi alə 11 rəkə. Peyğəmbər sallallahu əleyhi və səlləm nə Ramazanda, nə başqa bir vaxt 11 rükətdən əlavə namaz qılmazdı. O deyir, bəzən deyir 4 qılardı. Onun o 4 rükətinin gözəlliyini, uzunluğunu soruşma. Necə gözəl qılardı. Sonra yenə 4 qılardı. Onun necə gözəl, necə uzun qıldığını heç soruşma. Sonra 3 qılardı. Yəni bu hədislər də göstərir ki, onların arasında bir dua və s. gəlməyib və yaxud ondan sonra bir dua gəlməyib. Eləcə də başqa rivayətdə Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, o Peyğəmbər sallallahu əleyhi və səlləm işa namazı ilə sübh namazı arasında namaz qılardı. 11 rükət namaz qılardı. Və hər 2 rükətdən bir salam verərdi, sonra 1 rükət vitrlə tamamlayardı. Əgər Peyğəmbər sallallahu əleyhi və səlləm o rəkətlər arasında bir dua etdiyi sabit olsaydı, bunda bizə gəlib çatardı. Sabit olmadığına görə belə bir dua yoxdur. Amma gecənin 1/3-də deyək ki, sübh namazına yaxın, gecənin axır 1/3-də insan dua etmək istəyərsə, bəli, bu barədə Uca Allah Quran-Kərimdə buyurur ki, "Və bil əsharihum yestəğfirun." Onlar sübh çağında istiğfar edərlər. Möminlərin sifətlərindəndir. Yəni sübh namazından əvvəl, sübh namazından əvvəl istiğfar edib Allaha dua eləyərlər. Bu da duanın qəbul olunan yerlərindəndir, bəli. Amma sırf namazdan sonra, namazda dua eləyib ondan sonra yenidən həmin duanı etsən, qəbul olunan əlamətlərindəndir. Belə bir şey şəriətimizdə gəlməyib. Hətta bəzi hədislərdə gəlib ki, Peyğəmbər sallallahu əleyhi və səlləmdən soruşurlar ki, hansı dua qəbul olunmağa daha yaxındır? Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, gecənin sonunda edilən dua, eləcə də hər namazın axırında edilən dua. 625-ci sualda qardaş soruşur ki,
İqamə verilərkən namazdan salam verib çıxmalıyıq. Yəni deyir, gəldik məscidə girdik, gördük ki, namaz qılmağa başladıq. Məscid haqqı deyək, təhiyyə və müəzzin iqamə verdi. Bunda nə etməliyik? Salam verib çıxmalıyıq. Ümumiyyətlə, əgər iqaməyə başlayıbsa və sən ikinci rükətdəsənsə, yəni tamamlaya bilərsənsə, namazı tezləşdirib tamamla. Tezləşdirmək, yəni tez-tez qılmağı qəsd etmirəm. Yəni 3 dəfə Subhan Rabbiyəl Azimdirsə, 1 dəfə dinən, 3 dəfə Subhan Rabbiyəl Ə'lədirsə, 1 dəfə dinən, 3 dəfə Rabbighfirlidirsə, 1 dəfə dinən, eləcə qısaltıb tamamlaya bilərsən. Tamamla ki, namazı yarımçıq buraxmayasan. Amma təzə başlamısansa namaza, namazdan çıxırsan, çünki hədisdə Peyğəmbərimiz sallallahu əleyhi və səlləm buyurur ki, iqamə ilə namazın arasında, fərz namazının arasında namaz yoxdur. Yəni iqamə verildisə, ondan sonra namaz qılmaq olmaz. Qılırsansa tamamlaya bilirsən, tamamlayırsan, tamamlaya bilmirsənsə çıxırsan namazdan və çıxan vaxtı da salam verməyə ehtiyac yoxdur. Yəni qiyamdasansa sağa sola salam verəsən və s. buna ehtiyac yoxdur. Çünki artıq o namaz onsuz da sənin üçün namazın özü sayılmayacaq. Savabı sənin üçün sayılsa belə, namazın özü sənin üçün sayılmır. Sən niyyətinə görə, sadəcə başladığına görə, niyyət edib əməl etdiyə görə o namazın savabı inşallah ki, sənə yazılacaq. Allah daha doğrusunu bilir. 626-cı sualda qardaş soruşur ki, əməliyyat olunan şəxs necə dəstəmaz alıb, necə namaz qılmalıdır? Yəni deyir, burun əməliyyatı olub, dəstəmaz alınarkən buruna az su ala bilərmi və yaxud oturaqlı namaz qıla bilərmi? Bilirsiniz, belə əməliyyatlar vaxtı həkim bəzi qadağalar qoyur, əməliyyat olunan yerə su dəyməli deyil, çünki zərər ola bilər və s. və ya əyilməli deyil. Belə hallarda, yəni dəstəmaz alarkən nəyi bacarır, necə bacarır, elə dəstəmaz almalıdır. Yəni dəstəmazın şəklini pozmayacaq şəkildə bütün əməllərin edir. Sadəcə hansı yerin edə bilmir, burnuna çox su ala bilmir, az su alsın. Ümumiyyətlə olmaz su almaq, burnuna su almasın. Və yaxud bir kəsin əli sınıb, əli gipslidir və dəstəmaz alan vaxtı bütün dəstəmaz əzalarını yuyur, o gipsli əlini yumur. Ora sadəcə məs çəkir, gips olduğuna görə məs çəkir və ayağı və s. kimi. Amma bacardığın eləyir. Bacardığı qədər uca Allah Quran kərimdə buyurur ki, "Fattaqullaha məstəta'tum." Allahdan bacardığınız qədər qorxun. Nə qədər bacarırsan, o qədər şəriətə əməl edirsən. Namaza gəldikdə isə namaz da elə. Hansı rükətləri, daha doğrusu namazın əzaların ayaq üstə qıla bilirsən, bacardığın qədər qılırsan və yaxud əyilə bilmədiyin yerləri isə oturursan, əyilmirsən. Və ya ümumiyyətlə hərəkət eləmək olmazsa, tam şəkildə oturduğun yerdə namazı qılırsan. Otura da bilmirsənsə, hətta uzandığın şəkildə namazı qılırsan. Bu da onu göstərir ki, qardaşlar, namaz necə önəmlidir ki, Peyğəmbərimiz sallallahu əleyhi və səlləm hədisində buyurur ki, ayaq üstə namaz qılın. Əgər bacarmırsınızsa, o zaman oturub qılın. Onu da bacarmırsınızsa, uzanıb namazınızı qılın. Yəni o qədər vacibdir ki, hətta uzanıb qılsan belə, ayağa dura bilməsən belə, səcdə eləyib, rükü eləyə bilməsən belə, namazı vaxtın keçirmə, namazı qıl. Çünki namaz elə bir ibadətdir ki, qiyamət günü ilk soruşulan əməl olacaq. O qəbul olunsa, sonra o birisi əməllərə baxacaqlar. Ona görə də çalışaq ki, namazlarımızı xəstə vaxtı belə qoruyaq. Çünki xəstə vaxtı insan Allaha daha çox ehtiyac duyduğu andır, o halda tərk etməli deyil Rəbbini. O halda nə qədər bacarır, o cür Rəbbinə, hansı şəkildə bacarır, şəriətin getirdiyi şəkillərdən, o cür Rəbbinə ibadət edir. Daha doğrusunu Allah bilir. 627 nömrəli sualda qardaş soruşur ki, xəstəlik səbəbi ilə dəstəmazı tez pozulan şəxs necə namaz qılmalıdır? Yəni, bəzən olur ki, yəni, məscidə girə bilərmi soruşur, o cümə namazına gedə bilərmi o və yaxud dəstəmazı pozuldusa, namaz qılmalıdırmı? Bu suala cavab vermişdik, yəni buna oxşar sual daha doğrusu. Yəni, ümumiyyətlə, xəstəlik səbəbindən ona nəsə ifraz olunursa və bu xəstəlik səbəbindən olur. Yəni, tez-tez ifraz olur, saxlaya bilmir, bacarmır. Belə olduğu halda özünə nəsə bağlayıb, deyək ki, hər hansı bir qoruyucu vasitələrdən istifadə edib, salfet qod olar və s. istifadə edib, yəni paltarı bulaşmasın deyə. Dəstəmaz alır birinci, sonra təmizlənib daha doğrusu dəstəmaz alır, sonra ora
ifraz olunan yeri nəsə qoyur ki, paltara bulaşmasın. Ondan sonra durur namaz qılır. Sünnəsini də qılır, fərzini də qılır, fərzdən sonra sünnə varsa onu da qılır. Və bu vaxtı hər hansı bir şey gələrsə, onun üçün üzürlüdür. O yenidən durub dəstəmaz almır. Xəstəlik səbəbindən olduğuna görə bunun üçün üzürlüdür. Yəni insana həmin anda gələn hər hansı bir çıxan, iki orqandan çıxan bir şey onun dəstəmazını pozmur. Nə qədər ki, o namazın vaxtı girəndən sonra təmizlənib, özünə bir qoruyucu bir salfetka və s. qoyarsa və eləcə də ondan sonra dəstəmaz alarsa, o birisi namaza kimi o namazı qıla bilər. Daha doğrusu Allah bilir. 628-ci sualda qardaş soruşur ki, şirkə düşməmək üçün hansı səbəblər var? Şirkə düşməmək üçün ən birinci insan öyrənməlidir. Şirk nədir? Tövhid nədir? Rəbbin səni nə üçün yaradıb? Allahın ad və sifətləri nədir? Yəni insan elmli olmalıdır birinci növbədə. Öyrənməlidir, bilməlidir. Yəni cahil adam nə bilər ki, şirk nədir? Ona da düşməsin. İkinci şəkildə bildikdən sonra ikinci şərti bildikdən sonra duadır. Dua ən böyük səbəbdir. Dua möminin silahıdır. Necə ki, hədisdə gəlir ki, Məqəl ibn Yəsər radiyallahu anh buyurur ki, mən Əbu Bakr radiyallahu anhla bir yerdə Peyğəmbər sallallahu əleyhi və səlləm yanına getdim. Peyğəmbər sallallahu əleyhi və səlləm mənə dedi ki, bizə dedi ki, nəfsim əlində olana and olsun ki, şirk qarışqanın addımından daha gizlidir. Və mən sizə elə bir şey barəsində, elə bir dua barəsində xəbər verimmi ki, siz onu etdiyiniz zaman şirkin kiçiyi də böyüyü də sizdən uzaqlaşsın. Dedi ki, bu duaları deyin. Allahümmə inni əudu bikə ən uşrikə bikə və ənə a'ləm və əstəğfirukə bimə la a'ləm. Yəni bu duanı kim eləyərsə, Allah onu şirkin kiçiyindən və böyüyündən uzaqlaşdırar. Bunun mənası da odur ki, Allahım, mən bildiyim halda sənə şirk qoşmaqdan sənə sığınıram və bilmədiyim etdiklərimə görə də səndən bağışlanma diləyirəm. Bu duanın əzəmətinə baxın. Nə qədər əzəmətlidir ki, Allah o dua ilə o şirkin kiçiyini də, böyüyünü də səndən uzaqlaşdırır. Çünki şirkin kiçiyi, gizlisi elə bir şeydir ki, hər bir kəs ona düşə bilər. Hətta Peyğəmbər sallallahu əleyhi və səlləm səhabələri üçün ondan qorxar, deyir ki, mən sizin üçün ən çox qorxduğum şey gizli şirkdir. Dedilər, o nədir? Dedi ki, riyadır, riyakarlıqdır. İnsan özünü insanlara göstərməyidir. İnsan bir əməli ilə əməlin bəzəyib insanların gözündə onu göstərərək etməsidir. Və bunlardan uzaq olmaq üçün insan daim bu zikri etsin gərək. Allah bizi o şirkin böyüyündən və kiçiyindən qorusun. 629-cu sualda qardaş soruşur ki, qüsl almayıb dəstəmaz alsam olar? Yəni deyir, gəlmişəm, sübh namazın vaxtı çatıb, amma vaxt var. Sübhün çıxmasına hələ var. Yəni mən qüsl almağa tənbəllik eləsəm, qüsl almasam, hər hansı bir onu əvəz edən bir şey varmı? Yəni məsələn başı yumamaq və s. kimi. Ümumiyyətlə insan Allah üçün əməl edəndə birinci fikirləşməlidir ki, o əməl Allah üçündür. Yəni bir ibadət edəndə fikirləşməlidir, bu əməl Allah üçündür. Allah üçün edirsənsə, Allah üçün nəyləri tərk edirsən? Sübh namazına durursan, şirin yuxunu tərk edirsən. Məscidə gedirsən, əyləncələri tərk edirsən. Quranı oxuyursan, musiqini tərk edirsən. Yəni Allah üçün tərk edirsən bunları. Allah üçün belə şeylər sənə ağır gəlməli deyil. Eləcə də insanın əməlinin qəbul olması üçün şərtlər var. Sən namaz qılmalısansa, namazın şərtləri var. Birincisi, təmiz olmalısan. Kiçik və böyük hədəsdən. Qüsl almaq səni böyük hədəsdən təmizləyir. Əgər təmizlənməsən, sənin namazın batildir. Namazın batil olacaqsa, deməli sən namazı batil edəcək şeyləri uzaqlaşdırmalısan, aradan qaldırmalısan. Qüsl böyük hədəsi aradan qaldırır. Əgər su tapılmasa və yaxud xəstəlik səbəbindən, yəni öldürücü xəstəlik səbəbi ola bilərsə, o zaman təyammüm alırsan. Su tapılmasa, hətta su varsa, soyuq olsa belə, yenə də təyammüma qaçmırsan. Su varsa, artıq o üzr aradan qalxdı.
Su varsa gedib qüsulu alırsan, tam şəkildə e, dəstəmaz dəstəmaz almırsan, qüsul alırsan. Dəstəmaz o zaman ala bilərsən ki, necə ki hədisdə Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, kim ailəsi ilə yaxınlıq etdikdən sonra yenidən yaxınlıq etmək istəyərsə, o zaman ya qüsl alsın, ya dəstəmaz alsın. Daha doğrusu yenidən əlaqəyə girmək və yaxud yatmaq istəyərsə, ya qüsl alsın, ya dəstəmaz alsın. Yəni dəstəmazı o zaman o əvəz eləyir, tam əvəz eləmir. Sadəcə sənin üçün o daha yaxşıdır. Yatmağın üçün, rahat yatmağın üçün, şeytanlardan uzaq yatmağın üçün o əvəz eləyir dəstəmaz, onu əvəz eləyir. Amma namaz üçün yox. Namaz üçün dəstəmaz onu əvəz eləmir. Böyük hədəsi aradan qaldırmır. Dəstəmaz kiçik hədəsi aradan qaldırır. Yəni kiçik dəstəmazı pozan amilləri aradan qaldırır. Amma qüsl isə böyük dəstəmazı pozan məsələləri aradan qaldırır. Ona görə qüsulu tam şəkildə al, tənbəllik eləmə. Allah daha doğrusunu bilir. 630-cu sualda qardaş soruşur ki, zikirləri qorumaq niyyətinə etmək olar? Yəni sualın tam şəkli belədir ki, deyir ki, biz bilirik ki, səhər axşam zikirləri qorunma niyyətlə etmək olmaz. Yəni hardan bilirsiniz? Bu harda gəlib ki? Kim deyir ki, olmaz? Və soruşur ki, bu yatmazdan öncə Mülk surəsini oxumaq da üçün də aiddirmi? Hansı ki, bilir ki, Mülk surəsini oxuyan üçün qiyamət günü şəfaətçilik edəcəkdir, eləcə də qəbir əzabından qorunma vardır. Və özü də deyir ki, dua edib sığınırıq. Dua da özlüyündə ibadətdir. Niyə görə olmasın? Niyə görə etmək olmaz? Səhər axşam zikirlərini qorunma niyyəti ilə niyə görə etmək olmaz? Əslində etmək olar. Niyə də olmasın? Yəni Peyğəmbər sallallahu əleyhi və səlləmin sünnəsi, təmiz sünnəsi gəlib ki, insan bu dua və zikirlərlə özünü zərərlərdən, xəstəliklərdən, şərlərdən qorusun. Yəni hədislərin özünə baxsaq, hələ səhər axşam zikirlərinə baxsaq, deyir ki, hədisdə Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, kim Bismillahirrahmanirrahim la yadurru ma'asmihi şey'un fil ardi və la fis sema və huves-semi'ul alim kəlməsini 3 dəfə deyərsə, onu səhər açılana kimi bir bəla gəlməz, bəladan qorunar. Eləcə də onu kim axşam deyərsə, onu kim axşam deyərsə səhərə kimi, kim səhər deyərsə axşama kimi ona bir bəla gəlməz. Yəni ona anidən bir bəla gəlməz. Bu hədislər özü göstərir ki, bu zikirlər elə insanın qorunması üçündür. İnsan da birinci növbədə sünnədə gəldiyinə görə, ikinci növbədə də özün və ailəsini qorumaq üçündür. Eləcə də namazdan sonra olan zikirlərdir, eləcə də səhər axşam zikirləridir və eləcə də yatmamışdan əvvəl Mülk surəsini oxumaqdır. Bunlar da insanı qorumaq üçündür. Allah daha doğrusu bilir. 631-ci sualda qardaş soruşur ki, rükudan qalxarkən əlləri sinədə tutmaq barədə məlumat verərdiniz. Rükudan qalxarkən bilirik ki, bu barədə 2 rəy var. Alimlərin 2 rəyi var. Mütəqaddim alimlərinin də bu barədə danışıblar və bunların da bütün alimlərin də dayanacağı bir hədis var. Eyni hədisdir. Hədisdə Peyğəmbər sallallahu əleyhi və səlləm namazı barəsində gələn vaxt deyir ki, o rükudan qalxan vaxtı əvvəlki heyətinə qayıdardı. Yəni əllərini əvvəlki kimi eləyərdi. Bəzi alimlər deyirlər ki, bu namazdan əvvəlki halına aiddir. Namazdan əvvəldə insanın əlləri yanda olur. Bəzi alimlər də deyib ki, bu rükudan əvvəlki halı. Rükudan əvvəli əlləri sinədə olduğuna görə Peyğəmbər sallallahu əleyhi və səlləm də onu qəsd edir ki, rüküdən sonra da əlləri sinədə olmalıdır. Yəni ixtilaf ediblər alimlər. Eləcə də müasir alimlərdən İbn Baz rahimehullah o rəydədir ki, əllər rüküdən sonra bağlanmalıdır. Amma Albani rahimehullah o rəydədir ki, rüküdən sonra əllər açılmalıdır. Bu rəydə doğru rəy nədir? Doğru rəy Allahın izni ilə rüküdən sonra əllərin açılmasıdır. Çünki namazın heyətinə baxsaq, ümumiyyətlə namaza baxsaq, görərək ki, namazda bir-birini oxşayan 2 əməl yoxdur. Deyək ki, qiyam o birisi qiyamdan fərqlənir, rükû başqa ibadətdən fərqlənir, səcdə rükûdan fərqlənir, rükû səcdədən fərqlənir. Eləcə də hətta 2 səcdə arasında oturmaq belə təşəhhüddən barmaq qaldırmaqla fərqlənir. Yəni bu da onu göstərir ki, rükûdan sonraki hal namazdan
yəni namazın əvvəlində olan qiyamdakı haldan o əlləri açmaqla fərqlənməlidir. Burada başqa bir məsələ var ki, bəzi kəslər buna xilaf olur. Yəni bunu da qeyd edim ki, Şeyx Alban rahimehullah hətta əllərin bağlayanı bidət görür. Bilir ki, bu məsələ ixtilaflıdır, fiqhdə olan ixtilafdır. Bu insanı bidətçi və sair elə bilməz. Sadəcə əməlin sünnədə gəlmədiyinə görə İmam Şeyx Albani burada bu əmələ bidət deyir. Yenə deyirəm, əməl fiqhi ixtilafdır. Bəzən olur ki, qardaşlardan kimisə görürsən ki, rükudan sonra əllərini bağlayır. Bəziləri görürsən əllərini açır. Dedik ki, doğru rəy əllərini açmaqdır rükudan sonra. Yaxşı, o əlləri bağlayan qardaşlara biz təkfirçi deməyimiz, xavaric deməyimiz düzgündürmü? Əlbəttə, o əməlin etdiyinə görə ona təkfirçi demək düzgün deyil. Sadəcə burada bir məsələ var. Bəzən qardaşlar qarışdırırlar və ya təkfirçilər özləri bir şübhə atırlar ki, yəni bir fikri məsələyə görə, alimlərin belə dediyi fikri məsələyə görə biz onu tətbiq etdiyimizə görə siz bizə xavaric deyirsiniz. Yəni əllərimizi bağladığımıza görə bizə xavaric deyirsiniz. Amma biz deyirik ki, xeyr. Azərbaycanda əhlüsünnə rükudan sonra əllərini açır. Azərbaycanda əhlüsünnəyə xilaf olmaq istəyənlər namazda sırf bu əməli getirib onunla xilaf olurlar. Yaxşılar istisna. Yəni təkfir fikrinə düşməmişlər istisna. Bəziləri olur ki, o rəyin tam dəqiqliyin öyrənib özü o hədisə əməl eləyir. Onlar istisna. Söhbət təkfirçilərdən gedir. Təkfirçilər gəlib sırf əhlüsünnəyə, sələflərə ixtilaf olmaq üçün əllərin rükudan sonra bağlayırlar ki, yəni biz daha üstün rəydəyik, biz daha doğru yoldayıq. Bu daha doğru yol söhbət deyil. Yəni onların elə elmi də yoxdur ki, araşdırsın, tapsın. Sadəcə sələflərə xilaf olması üçün, yəni biz əgər əllərimizi bağlasaydik, onlar açacaqdı. Yəni sırf xilaf olmaq, seçilmək üçün belə edirlər. Bunun dəlili nədir? Başqa ölkələrə baxmışam, başqa ölkələrə gezmişik və bir getdiyimiz ölkələrdən birində gördüm ki, qardaşlar hamısı, sələfi qardaşlar hamısı rükudan sonra əllərini bağlayır. Mən də onlara tabe olmaq üçün onlarla bir yerdə əllərimi bağladım rükudan sonra. Baxmayaraq ki, mən əllərin açılma rəyinin daha doğru olduğu rəydəyəm, onu üstün görürəm. Mən də əllərimi bağladım. Və namazdan sonra soruşdum. Dedim ki, siz bu rəydəsiniz. Dedi ki, bəli, biz bu rəydəyik. Dedim, bəs bəzilərini gördüm ki, onlar əllərini açırlar. Dedi ki, onlar təkfirçilərdir. Fikir verirsiniz? Yəni, təkfirçilərin məsələsi namazda eyni olmaq deyil. Fikirdə eyni olmaq deyil. Təkfirçilərin məsələsi bizə ixtilafda eyni olmaqdır. Biz nə edəcək? Onun ixtilafı əksini eləyəcəklər. Eləcə də rafisilər olsun, biz nə edirik onun əksini eləyəcəklər. Eləcə də nurçular, sufilər və s. Biz nə etsək, yəni sələfə uyğun, sünnəyə uyğun nə etsək, onun əksini etməyə çalışırlar ki, onları bizdən fərqləndirən bir şey olsun. Ona görə də biz demirik ki, Azərbaycanda və s. hər hansı bir yerdə əllərini rükudan sonra bağlayan bidətçidir. Xeyr, demirik. Biz deyirik ki, bizə xilaf olması üçün bağladıqlarına görə onlar bidətçidir. Yəni deyirik ki, Azərbaycanda əhlüsünnə arasında namazda rükudan sonra əllərin bağlayanların 99% təkfirçilərdir. Yəni fikirləri təkfirçidir. Onlar ona görə bağlayırlar ki, bizə xilaf olsunlar. Əllərin rükudan sonra bağladıqlarına görə biz onlara təkfirçi demirik. 1% var ki, onlar təkfirçi olmayaraq orayı üstün görüb oraya eləyirlər. O qardaşlarımıza nəsihətimiz odur ki, bəzi belə incə məsələlər var ki, o məsələdə çalışsınlar, xilaf olmasınlar. Çünki bu məsələdə ümmətin, bir bölgədə olan ümmətin ittifaq etdiyi məsələdir, ora xilaf olmasın. Daha doğrusu Allah bilir. 632-ci sualda qardaş soruşur ki, namazda gülməyin qarşısını necə ala bilərəm? Deyir ki, təzə başlamış namaza arada gülmək gəlir. Ümumiyyətlə, namazda səsli gülmək namazı batil edən əməllərdəndir. Amma namazda təbəssüm etmək namazı batil eləmir. Yəni, buna görə namazdan çıxma. Amma çalış ki, namazda heybəti qoruyasan. Çünki namaz elə bir ibadətdir ki, Rəbbinlə ünsiyyətdəsən, Rəbbinin huzurundasan. Burada ciddi olmaq lazımdır.
Hətta alimlərdən bəziləri deyib ki, insan gülərkən e, iki hərf sesi çıxarsa, insanlar qıraqdakilərin duyacağı bir ses çıxarsa, o zaman namaz pozulur. Amma bəzi alimlər bu məsələdə şiddətli danışıblar. İbn Hüseymin rahimehullah buyurur ki, əgər namazda insan səsli gülərsə, bu danışıq kimidir. Hətta danışıqdan daha şiddətlidir. Çünki bu namazı pozur. Çünki bu insanın istehza etməsinə, namazı ələ salmasına bənzəyir. Yəni insan dərk edərsə ki, kimin qarşısında durub, kimin əmrini ilə onun huzuruna çıxıb, kimin huzurundadır, kiminlə danışır, o zaman özünü yığışdırar. Yəni bir kəs hansısa bir vəzifəli bir məmur çağıran vaxtı onun qarşısında gülsə, nə ola bilər? Neyniyə bilər? Və ya gülə bilərmi? Amma sən o məmurun, o müdirin, o hökmdarların Rəbbi olan Allahın qarşısında, aləmlərin Rəbbi olan Allahın qarşısında, Allahın huzurunda durursan, belə vaxtı görmək olarmı? İnsan belə şeyləri yadına salsa, xatırlasa və eləcə namaza başlasa, o zaman namazda gülməz Allahın izni ilə. Və çalışmalıdır ki, namazdan öncə onu namazda güldürəcək şeylərdən uzaq dursun. Yəni namazdan öncə gülə-gülə ha eləyib, Allahu Ekber deyib başladın namaza, o ha namazı da işdə girəcək. Namaza başlayan vaxtı birinci o ha-ha-hanı tərkisməlisən. Yəni çaxlamalısan, dəstəmaz almalısan gözəl şəkildə. Çünki sən namaza hazırlaşırsan, sünnələri qılırsan, əzan verirsən, iqamə verirsən, namaza hazırlaşırsan, özünü hazırlayırsan namaza, Rəbbinin huzurunda durmağa hazırlayırsan. Ondan sonra namaza durursan. Belə olduğu halda namaza da əmin gülmək gəlməyəcək. Və namazın içində də birdən hansısa namazdan əvvəlki məsələlər yadına düşsə və yaxud hər hansı bir şey yadına düşsə, gülməmək üçün və yaxud fikrin yayınmamaq üçün hədisdə gəldiyi kimi Əuzu billahi mineşşeytanirracim deyib 3 dəfə sol çiynə eləyirsən. Yəni türcək çıxarmayaraq tüpürürsən 3 dəfə. Belə olduğu halda şeytan səndən uzaqlaşar və fikirlər də uzaqlaşar. Eləcə də sənə gülüş və sair gəlməz, o pis fikirlər də gəlməz. Ən əsası Rəbbinin huzurunda olduğunu unutma. Çalış ki, sünnədə gəldiyi kimi namazlarını qılasan. Allah daha doğrusunu bilir. 633-cü sualda qardaş soruşur ki, kitabı tez qurtarmaq üçün, tez bitirmək üçün nə etməliyəm? Birinci qardaş, çalış ki, kitabı tez bitirməyə can atmayasan. Çalış ki, o kitabdan fayda götürməyə can atasan. Yəni, çalış ki, o kitabın yəni faydalı kitablardan söhbət gedir. Onun hər bir sətrindən fayda çıxarasan özünə. Faydaları qeyd elə. Bir kitabı 5 ilə bitir. Heç nə olmaz. Sadəcə o kitabdan fayda götürərək elə. Götür bir səhifəsini, aç. Götür orada bax, nəydən danışır, nəyi əzbərləməli şeylər varsa onları əzbərlə. Qaydalar varsa onları özünə götür. Tətbiq eləməsi əməllər varsa onları tətbiq elə. Üzərində qeydlər apar. Və yaxud kitabı yazmamaq üçün, qorumaq üçün üzərinə kağızlar yapışdırıb, onun üzərində qeydlər apar. O səhifədə olan faydaları çıxar, bir-bir yaz və o səhifədən maksimum fayda götürməyə əldə edə çalış. Yoxsa bitirməyə qalsa, çox insanlar çox kitablar bitirib. Çox insanlar çox məktəblər, universitetlər, magistratura, aspirantura, doktoranturalar bitirib. Amma görsən, insanlar ən faydasız adamlardır. Fayda verə bilmirlər. Faydalı olmaq üçün özün fayda almalısan. O kitabdan, universitetdən, aspiranturadan, magistraturadan, doktoranturadan onlardan fayda götürməlisən. Fayda götürməyəndən sonra sənin orada adın getməsinin heç bir faydası yoxdur. Və yaxud kitabı bitirməyin heç bir faydası yoxdur. Allaha dua elə oradan faydalanmağı və o elmdən bəhrələnməyi Allaha dua elə. Necə ki, sələflərdən gəlib ki, səhabələrdən gəlib ki, İbn Məsud rəziyallahu anh buyurur ki, biz Qurandan 10 ayə oxuyan vaxtı onun mənalarını öyrənməyincə, ona əməl etməyincə başqa 10 ayəyə keçməzdik. Mənalarını bilərdilər, düşünərdilər, fikirləşərdilər. Onu sonra əzbərləyərdilər, sonra ondan sonra başqa 10 ayəyə keçərdilər. Və baxırıq, alimlərdən elələri olub ki, Quranı tam əzbər bilməyib, amma ümmətə nə qədər faydalar verib. Hətta alimlər olub ki, 40 illə Quranı əzbərləyib, amma
fayda veriblər. Quranı boş-boş əzbərləməklə fayda əldə etməyiblər. Quranın mənaları ilə, təfsiri ilə, əməli ilə onu əzbərləyiblər. Ögey ki, çalış ki, o kitabları tez bitirməyə deyil, oradan maksimum fayda əldə edərək bitirməyə əldə edəsən, öyrənəsən. Allah səni və bizi o kitablardan, o elmlərdən, o faydalı insanlardan, alimlərdən fayda götürməyi nəsib eləsin. 634-cü sualda qardaş soruşur ki, gecə namazı Allahdan olan bir müvəffəqiyyətdirmi? Yəni qardaş soruşur ki, o düzdürmü ki, gecə namazına durursansa Allah səni nəsib eləyib, durmursansa nəsib eləməyib. Ümumiyyətlə qardaş, ibadətlər elədir ki, Allahın müvəffəqiyyəti olmadan sən onu əldə edə bilməzsən. Yəni öz gücünlə deyil. Allah səni müvəffəq eləməlidir. Allahdan daim müvəffəqiyyət və sabitlik istəməlisən. Peyğəmbər sallallahu əleyhi və səlləm dualarında daim eləyərdi ki, Allahım bizi qəlbi sənin ibadətlərində sabit elə, sənin dində sabit elə. Çünki Allah Subhanahu taala sənə müvəffəq eləməsə, insanın öz gücü, qüdrəti çatmaz. Çünki insan dua edən vaxt deyir, la havlə və la quvvətə illə billah. Güc, qüvvət yalnız Allahdandır. Gecə namazı da insanın ağır dura biləcəyi ibadətlərdəndir. Və Rəbbinin dünya səmasına indiyi bir vaxtdır. Rəbbinin huzurunda, Rəbbinə ən yaxın olan bir vaxtlardandır. Yəni, əgər sən buna müvəffəq olmursansa, əgər sən bunu dura bilmirsənsə, bil ki, Allah səni müvəffəq etməyib ona. Allah səni qarşısında görmək istəmir. İstəməyib. Sən çalış ki, Allahın huzuruna yazıla biləsən. Allahın huzuruna düşməyə müvəffəq olasan. Əməllərinlə, gündüz gördüyün günahlar axşam səni gecə namazında durmağa, Rəbbinin huzuruna durmağa mane olur. Çünki gecə ibadətləri, onun fəziləti böyükdür. Hədisdə gəldiyi kimi Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, fərz namazlarından sonra ən fəzilətli ibadət gecə qılınan namazdır. Eləcə də sələflərin həyatını oxu. Onlar gecə namazından ləzzət alırdılar. Onlar gecə namazda duran vaxtı fərəhlənirdilər, sevinirdilər. Abdullah ibn Vahb deyir ki, bütün ləzzətlərin yeri tək bir ləzzətə bağlanır. O da ibadətdir. Onun da 3 halı vardır. O ləzzəti əldə etməyin. Birincisi, o ibadətin içində olan vaxtı. İkincisi, o ibadəti yadına salan vaxtı. Üçüncüsü, o ibadətin sən mükafatını alan vaxtı. O həmin 3 halı dadırsan. 3 ləzzəti onda dadırsan. Hətta Muhammed ibn Munkadir rahimehullah buyurur ki, dünyada 3 ləzzətdən başqa bir ləzzət qalmayıb. Birincisi, gecə namazıdır. İkincisi, qardaşlarla görüşməkdir. Üçüncüsü, cəmaatla qılınan namazdır. Allah bizim hamımızı müvəffəq eləsin. Bu üçünə də və bütün ibadətlərə müvəffəq eləsin. Allah Subhanahu taala bizi haqqı görüb ona tabe olanlardan etsin. Bizim qəlblərimizi səhabələrin qəlblərini birləşdirdiyi kimi birləşdirsin. Burada tamamlayırıq. Subhanakallahumma və bihamdik və əşhədu an la ilahe illə ent və estəğfiruke və etûbü ileyk.